Deməli, Oğlaq bürcündən sevgili olmaq istəyirsənsə, bir çox şeyi nəzərə almalısan. Əslində birinci növbədə nəzərə almaq gərəkən şey bundan ibarətdir ki, anaç insanlardılar, əla, super. Məsələn, super qayğı verəcəklər. Hətta dünyada bürclərin arasında ən tez qozalan bürc Oğlaq bürcüdür. Çünki hamının problemini daşımağı xoşlayır. Hamıya yar olsun, hamıya yoldaş olsun, hamıya sirdaş olsun. Amma bu insanlarla sevgili oldunsa, bunu nəzərə almalısan ki, bunlardan sərt qısqanc ikinci bürc xərçəng bürcüdür. Bir dənə remin alırsan, bel remini. Sədərəkdə zətdə var. Öz sol ayağını bağlayırsan onun sağ ayağına. O hara getdi, sən də ora. Çünki başqa cür yaşamaq imkanın olmayacaq. Bax, səni yığdı, 5 saniyə gec açdın, telefonu apar qaytar, ya telefon işlətməyəsən. Yığdı, açdın, uşaqlarla, arxadakı qız kimdir, afisantdır. Ay daha sən onunla nəsə sübut eləyə bilməzsən. Yəni, bunu da deyim. Ona görə remin hamısından yaxşısı. Remini tax, o hara sən də ora. Amma digər anaçlar, anaç, yəni vurğunam bu insanların analığına, qayğı.